Salam, xoş gördük dəyərli izləyicilər. Yeni ilin ilk bazarından hər birinizi salamlayıram. Bazara gəlmişəm və bu bazar düzdür, bayramla bağlı avtomobillər çox az gəlib. Əslində bu anlaşılandır. Yəni bazara baxanda da özünüz görürsünüz ki, bazarda kifayət qədər boşluq var. Yəni ümumi vəziyyət əslində normaldır. Yəni hər bayramdan sonraki ilk bazarlarda vəziyyət belə olur. Qiymətlər nə yerdədir və alqı-satqı əslində deyərdim ki, alqı-satqı yoxdur. Yəni bu da bayaq qeyd etdiyim kimi bayramdan sonraki ilk bazar olduğuna görə hər il belə bir vəziyyət müşahidə olunur. Yəni bir kəşfiyyat xarakterli bazar deyə bilərik buna. Elnurla bazardayıq. Elnur da bazardadır. Baxın, avtomobillərə baxır. Ümumi vəziyyəti qiymətləndirəcəyik. Həm qiymətlərlə maraqlanır, həm də ümumi gedişata baxaraq avtomobillərin qiymətlərini soruşacağıq. Paralel olaraq da bu qiymətlərlə hər birinizi tanış eləməyə çalışacağım. Qısa olacaq bu çəkilişim. Çünki avtomobil bazarı çox soyuq bazardır bu bazar. Bir-iki avtomobilin qiyməti izləyicilərimə söz vermişəm, onların qiymətini soruşacağım. Amma ümumi avtomobillərin hər birinin qiymətləri ilə, bazarın ümumi qiymətləri ilə də yaxından tanış olmaq üçün Elnurla hazırda bazarda bir tur atırıq, bir gəzirik, görək nə baş verir, nə var bazarda. Elnur avtomobillərlə maraqlanır, qiymətlərlə maraqlanır. İndi soruşduqca qiymətləri, soruşduqca mən də qiymətlərlə sizə tanış edəcəm. Hər avtomobilə yaxınlaşmağa çalışırıq. Baxaq görək ümumi qiymətləri neçədir. Burada bir dənə Elantra var. Ətrafında yığışıb almaq istəyənlər. Elnur bir dənə Mitsubishi tapıb, pick-up. Baxaq görək, ona baxmaq istəyir. Qapına maraqlanırlar. İndi qiymətlərini, daha doğrusu qiymətini soruşacağıq. Görək neçə deyir qardaş. Elnur 20 minə deyirdi. 20 minə. Sərf edirik o məsələn qiyməti, vəziyyəti. Necə maşın idi ümumiyyətlə? Normal maşındır, xərci var. Xərcdəki bindən sonra xərcləri var. 16 minə versə yaxşıdır. Vuruğu falan yəqin ki ilinə görə. Burada olmayıb elə, kraskallanan yerləri var. Aha. Burası belə işləri var. Dəyərli izləyicilər, qarşımızda Hyundai Elantra var. Koreya bazarı üçün nəzərdə tutulan avtomobildir. Avtomobilin ili, kilometrajı, mühərriki və digər detallarını indi sahibi danışacaq. Qardaş, buyur sənə işləyirik. Avtomobilin ili nədir, yürüyüşü nədir və qiyməti nədir? Salam, hər vaxtınız xeyir. Avtomobil Koreya bazarı üçün nəzərdə tutulmuş Hyundai Avantidir. Yəni bəzilərin Elantra bildiyi model. Avtomobil 1.6 dizeldir, 264 min, orijinal yürüşdür. Vuruğu, udarı, qəzası. Heç bir vuruğu, udarı, yəni şükür Allah ki. Amma rəng deyən yerləri olub ki? Bəli, indi. Yəni qıcıcığa görə, daşlayan yerlərə görə, yəni bəzi yerlərində rəng deyən yerləri var. Amma ki, yəni avtomobil sadə komplektasiyadır, yoxsa orta full komplektasiya? Lük xaric olmaqla ən full komplektasiyadır. Hə, bizdə də avtomobildə lük yoxdur. Rulun qızdırılması, start stopu, güclərin qatlanması, park radarı. Ən son fikriniz nə olacaq avtomobilə? Ən son fikrim 19.800 man. 19.800. İnşallah real alıcı olsa yenə də bir şey nəzərdə tutub fikirləşmək olar. Avtomobilin ümumi görünüşünü göstərim sizə. Aventa, yəni Elantra deyək də, yəni ki Hyundai Elantra. Koreya bazarı üçün Avento, hətta Amerika bazarı üçün də bəzən Avento deyilir. Bəzən bu qapıda yer gəlmişkən rəng var. Mən burada müşahidə edirəm, bəlkə də siz də görürsünüz. Arxa qapıya, qabaq qapıya rəng dəyib, yaxşı rəngləməyiblər. Amma ümumi avtomobilin görünüşü, duruşu stil normaldır. Baxın, buradan da görürsünüz, seçilir. Qabaq sağ qapı ilə arxa qapı seçilir. Belə, qiymətini dedi qardaş sizə. Avtomobil orta komplektasiyadır, deyək də, orta komplektasiyadır. Tam full komplektasiya deyə bilmərik. İşinləri yaxşı vəziyyətdədir, diski plan. Belə, yer gəlmişəm, bu avtomobili artıq mən səhv eləmirəmsə 2-ci, 3-cü bazardır ki, bazarda görürəm. Allah xeyirli müştərisini getirsin qardaşım. 2.4-dür, 2.5 servis. Qardaş deyir, şəxsi avtomobilimdir. Avtomobilin qəzası, vuruğu heç nə olmayıb.
Bugünkü gündə real yürüyüşü nə qədərdir? 250 min real yürüyüşü var. 2012-ci il dediniz də? 2011. 2011-ci ildir. Bəli, deyir heç bir xərc tələb eləmir. Avtomobil polnu full komplektasiyadır. Böyük monitor, ön oturacaqların isidilməsi, arxa oturacaqların isidilməsi, soyudulması, qabaq oturacaqların və panorama damdır. Qardaş deyir ki, ən son fikrim 18 yarıma. Yəni servisdir, 18 yarımadır. Deməli, dəyərli izləyicilər, qarşımızda bir dənə Hyundai Grandeur var. Yəni Grandeur Hyundai şah əsəridir deyərdik. Bu ili və komplektasiyasına bağlı avtomobil sahibi indi detallı məlumat versin. Buyur qardaş. Maşın 2014'dür. Beskraskadır. Qardaş 28 yarımadır qiyməti. Qiyməti 28 yarıma deyilir. Yürüyüşü nə qədərdir qardaş? 225 min probek orijinal. 225 min yürüyüşü var. Orijinal probekidir. Rəng dəyməyib kənardan. Xeyr, qəzası olmayıb. Xeyr. Polnu full komplektasiyadır. Bir dənə silinə soydanı yoxdur. Qalan Bir hər dənə şey silinə var. soydanı yoxdur. Qalan qardaş deyir hər şey var. Çünki Keliasko açarsız daxil olmadan tutmuş panorama dama qədər mən kənardan hər şeyi görürəm. Avtomobilin ümumi vəziyyəti, duruşu çox əladır. Yürüyüşü nə qədərdir qardaş dedin? 225 min. 225. Ən son fikrin nə olacaq? Sonunu 28'e deyirəm qardaş. 28. Bəli, bəli. Avtomobilin ili nə idi? İli 2014. 2000 neçə? 2014. 2014. Bəli. Real yürüyüşünü də deyin zəhmət olmasa dediniz bəlkə də udun. Real yürüyüşü 225 min. 225 min. Motor nə idi qardaş? Motor 2.2 dizel. 2.2 dizel. Bəli. Koreya bazarı üçündür yoxsa servis? Koreya bazarı. Koreya bazarı üçündür. Servis inanmıram dizel olsun. Ona görə yenə soruşdum ehtimala. Hər şey baş verə bilər. Bəli, Grandeur yaxşı vəziyyətdədir. Cüzi arxa bamperdə kosmetika işinə ehtiyac var cüzi, amma avtomobilin ümumi banı çox yaxşı vəziyyətdədir. Almaq istəyən adam da bir balaca arxa şüşəsinə plyonka çəkmək istəsə dəyişə bilər. Yaxşı çəkməyiblər həmin plyonkanı, səliqəsizdir. Təkərləri yaxşı vəziyyətdədir, yaxşı vəziyyətdədir. Avtomobillə ciddi bir kənardan baxanda xərc yoxdur. Qardaş özü deyir ki, avtomobilin ümumi ciddi bir xərci də yoxdur. Bəli, dəyərli izləyicilər, bazarda vəziyyət yavaş-yavaş dəyişir. Yəni bu bazarda gedir söhbət. 1-2 saat öncə tamamilə sönmüş bir bazar görsənirdisə, indi avtomobil az olsa da alqı-satqı əməlli başda var. Deməli, dəyərli izləyicilər, qarşımda Hyundai Sonata var, 2008-ci il. Maraqlıdır ki, mən bu avtomobilin dizel mühərrikini, yəni iməni bu kuzan dizel mühərrikini görməmişdim, gördüm. Deməli, 2 motor dizeldir. 2008-ci ildir. 390 min yürüyüşü var. Koreya bazarı üçün nəzərdə tutulmuş avtomobildir. Qardaş deyir ki, 15.500. Ən son fikrim 15 minə verərəm. İşləməyindən də bilirsən ki, dizeldir. Kənardan o tır səs gəlir. Belə, Hyundai Sonata 2008-ci il 15.500 və 15 minə qardaş deyir ki, verərəm. Dəyərli izləyicilər, qarşımızda Koreya bazarı üçün nəzərdə tutulan Kia K5 var. Başqa sözlə Kia Optima. Avtomobil ümumi vizual görünüşü çox əla və çox səliqəli vəziyyətdədir və detallı məlumatlar avtomobillə bağlı sahibi çatdırsın. Buyur qardaş, səni eşidirik. Avtomobilin il 2016, motor 2 sadə benzindir. Aha. Öz sinifində full komplektasiyadır, signaturli versiya deyirlər. Yəni, açarsız daxil olmağından tutulmuş avtomobil. Açarsız daxil olmadır, xətt tanımadır, kör zonadır, 360 dərəcə kameradır, elektron rüçnoydur. Sideylə qızdırıcı soyuducular, rolda lipistoklar. Panoramikdən hər iki oturacağın elektron tənzimləməsidir. Arxa oturacağın qızdırıcısıdır, yan pərdələrdir, qabaq oturacaqların ventilyasiyasıdır. Bir sözlə ən fulludur qardaş. Avtomobil görüşünüzsə 158 min orijinal probek. ən son fikriniz Ən son fikir 31 min son qiymətdir qardaş. 31 min. Yürüyüşün dediniz də yəqin ki. Bəli, 158 min. Mühərrik nə idi? 2 sadə benzin. 2 sadə benzin, bəli. Qiyməti və avtomobilin vəziyyətini görürsünüz. Çox qəşəng, çox səliqəli vəziyyətdədir. İli nə idi dediniz? 2016. 2016-cı il. Burada bir dənə aksent var. Başına bəlkə bir 200 nəfər yığışıb. Yəqin ki, almaqdır. Niyyətləri avtomobilə baxmadıqları yerdə almıyor. Fikir verirsinizsə, bütün dəlmə deşiyinə hər yerinə baxırlar. 200 nəfər gəlib avtomobil almağa. Yəqin ki, 200 nəfərin 200-ü də məcazi mənada deyirəm. Bir nəfərdir. Hyundai Accent 2012 13 belədir. Mən kənardan bunu deyirəm, amma tam dəqiq məlumatları deyəcəm və s. Avtomobil vizual görünüşü əladır, səliqəlidir.
insanlar var deyə yaxına durub narahat etmək istəmirəm. Qardaş avtomobilini satsın. Mən də sizə ümumi vəziyyəti göstərməyə çalışıram. Hyundai Accent. Qardaş ili nədir, yürüyüşü nədir? İli 2016 Koreya 130 neçə? 135 min probel. 135 min yürüyüşü. Ən son fikriniz nədir? 19 yani. 19 yarıma. Yürüyüşü dediniz nə qədərdir? 135 min. Mühərrik. 1.4 benzin. Sade motor, sade karabütür. 1.4 benzindir. Qardaş deyir, neçəyə verəcəksən son fikriniz? 19 yarıma veriyorum. 19 yarıma qardaş deyir, verərəm. 135 min probellə, yürüyüşlə. 19 yarıma. Accent. Mühərrik hissəsini göstərim sizə. Səliqəli maşındır, yaxşı görünüşdədir. Yəni ki, faktiki olaraq real vəziyyətdə kosmetik hər hansı bir ehtiyacı yoxdur. Kənardan görəndə bunu aydın başa düşmək olur. İndi salonu göstərəcəm. Dəri salondur. Orta full komplektasiyadır deyərdik. Oturacaqlar dəridir. Avtomobildə sükan qızdırıcı var. Fikir verirsiniz sürüşmə əleyhinə və s. Multi sükan, xod verib xod alma və müəyyən kruz kontrol falan yoxdur. Ondan əlinizi üzün. Sadə karabka, sadə mühərrik. Koreya bazarı üçündür də qardaş, hə? Koreya bazarı üçün. Belə. Koreya bazarı üçün nəzərdə tutulub. Avtomobilin də vəziyyətini görürsünüz. Qardaş, kənardan bir rəng dəymə, qəza və s. Bezkraskadır. Hə, 1-2 detalında kusok kraskası var qardaş deyir. Bezkraska sayılmır, o da belə də yəni. Amma maraqlanırlar ha bu avtomobillə bağlı. Əməlli başlanğıcısı var. Avtomobil kimlər üçünsə, çoxları üçünsə daha doğrusu maraqlıdır. Elantradır və servisdir. Nə Koreya deyil, nə Amerika deyil. Dayı maşında bir qəza və s. olub, yoxsa yox? Rəng dəyməyib kənardan dayı deyir. Heç bu ferində belə, bamperində belə rəng yoxdur. 1.6 mühərrikdir. Yürüyüşü nə qədər dayı? 63 min kilometr yürüyüşü var. Dayı deyir ki, maşını neçəyə verərəm real alıcısına. Göstərəcəm. Dayı, özün deyə zəhmət olmasa mən çatdırım, oradan göstərməyim. Avtomobil açarsız daxil olmadı, oturacaqlar parçadır, amma yəni bir çox funksiyaları full komplektasiyadan seçilmir. Servisin full paketi. Bəli, servisin full paketidir dayı deyir. Panorama lük falan var. Dayı deyir ki, qiyməti də ki, dayı görün bura yazmışam, 33.800-ə dayı deyir avtomobili real alıcı olsa razılaşmaq olar bu qiymətdən. Nömrəsi də buradadır dayının. Maraqlanmaq istəyənlər dayı ilə əlaqə saxlaya bilər. Avtomobil maşın bazarındadır, inşallah satılar. Satılmasa da belə dayının nömrəsini göstərdim, sizlə əlaqə saxlaya bilərsiniz. Bəli, qəşəng vəziyyətdədir maşın. Servisli, görünüşü əladır, səliqəli maşındır. Dayı yaxşı səliqəli işlətib maşını. Elə dəyərli izləyicilər, baxıram, maraqlı maşın olduqca soruşuram. Bu da 4 göz var, soruşmayacağım. Çünki bir çox izləyicilərim artıq dirəşib deyirlər ki, soruşma, qətiyyən 4 göz soruşma, artıq istəmirik, əsəbləşir o maşın, bizi əsəbləşdirir. İrinə və vəziyyətinə görə çox baha deyirlər deyən bir çox izləyicilərim avtomobili görməyə gözü yoxdur. Niyə bilmirəm. Yəqin ki, qiymət baha deyilir 4 gözə görə. Və bazarda tərpəniş artıq başladı. 1-2 saat bundan qabaqla müqayisədə indi artıq baxaram ki, alıcılar var, gəliblər. Hava bir balaca isindikcə bazara üst tutanlar var. Alqı-satqıda tərpəniş var, görürəm. Belə görək nədir, hansı avtomobillər soruşa bilərəm. Belə İstənilən maşını tapmaq olar bazarda. Hər markada maşın var. Bir dənə Serato'dan başqa. Serato ümumiyyətlə elə bir bazara çıxarılmır. Baxaq görək. Bazarda nə tapa bilirik. Forte var burada. 2015 falan. Deməli, qardaş deyir ki, mənim avtomobilimi Amerika avtomobilləri ilə səhv salmayın. Farları nə olsun ki, Amerikankaya oxşuyur, amma Amerikanka deyil, Koreyadır. 1.6 sadə motor, sadə karosser. Forte, az qaldı qardaş mən öldürək ki, Forte deyil, qəti Forte deyil. Qardaş, Forte deyilsinlərdir, deyir, 24.500-ə orada qoydular. Mən prosta, hə qardaş, deyirəm, qardaşa maşından Forte dedim, az qaldı məni öldürək ki, Forte deyil, qardaş, maşın K3-dür. K3-dür maşının qiyməti və mühərriki, yürüyüşü nədir, ondan bağlı məlumatlar verir. 1.6 sadə motor, sadə karobka, ili 2017-dir. 143 min kilometr, orijinal probegidir. 22.500-ə də deyirəm.
Maşını kim alsa udacaq. Çünki maşında 4 dənə təzə təkər, 4 dənə nakladka. Əsas maraqlı olan qiymətidir. Qiymətini dedimmi? Bəli, 22.500. 22.500. Avtomobildə vuruq, udar, qəza və s. Yoxdur abi, yoxdur. Şükür Allaha heç bir problem yoxdur. Sidenya isidəndir, rul isidəndir, polnu fulldur. 22.500 deyirəm. Gəlsinlər razılaşaq. Deməli, bir daha xoş gördük dəyərli izləyicilər. Elnuru artıq tanıyırsınız. Avtosaz kanalı ilə mən sizə tanıtmışdım daha əvvəl kanalımız fəaliyyətə başlayanda. Elnur avtomobil bazarındadır. Avtomobil bazarında avtomobil alıb satır və təbii olaraq çörəyi buradan çıxır və ona görə də avtomobil bazarında istənilən markalı avtomobilə yaxınlaşır. Fərqi yoxdur onun üçün hansı markalı olsun. Əsas odur ki, bayaq dediyim kimi avtomobil onun üçün sərfəli olsun. Və ona görə də bazardakı vəziyyəti Elnur daha yaxşı bilir. İndi soruşmaq istəyirəm. Elnur, bayramdan sonra yeni ilin ilk bazarıdır. Nə müşahidə edirsən? Əslində müşahidəmiz odur ki, bazarda maşın yoxdur. Bu da normalda anlaşılandır. Bayramdır, yəni çox adam gəlməyib. Bayrama görə zəifçilikdir belə. Maşın gəlməyib də belə deyək. Maşın yoxdur. Ona görə də bazarda az olan maşının yiyələri də biraz baha deyil qiymətini. Yəni maşın az gəldiyinə görə deyirlər ki, almaq istəyən olsa qoy alsın baha qiymətlə deyil. Bu fürsəti yaradır. Bazarda maşın az olanda qiyməti baha deyirlər. Elnur, ümumi bazarın gedişatı hara gedir? Nə müşahidə edirsən? Vəziyyətlə bağlı nə deyə bilərsən? Belə qalxım barəsində deyirsən də, yəni qiymətdir, alqı-satqıdır. Bazar bir müddət öncə bilirik ki, dəfələrlə sənə danışmışıq, yatmışdı bazar, yəni sıfıra düşmüşdür belə deyək. İndi vəziyyət hansı istiqamətə gedir? Deyirlər, yeni yanvardan sonra vəziyyət dəyişəcək, bahalaşma və s. alqı-satqı. Bahalaşma düzdür, bu təzə maşınlara adiyyəti var, amma yəni sürülmüş maşınlara ağlım çatmır ki, bir elə yəni fərq eləyər. Yəni ki, nə qədər bahalaşsa da deyirsən. Bahalaşsa da yəni elə bir fərq eləməyəcək. Fərq eləsə də yəni az bir müddətdə eləyəcək. Yəni bahalaşma deyəndə məsələn deyək ki, təzə maşın deyək yanvarın birindən qalxır. Məsələn bunu keçən həftə 20 ilə deyilsə, bunu 22 ilə deyəsə ki, yox. Nə qədər desə də onsuz da bazarda deməklə deyir ki, yəni alıcı pulunu çöldə tapıb şeydə baha qiymətə ala o. Yəni onu məsələn 2002-ci ilin 4 gözünə 18.000 verəs deyir ki, hadi fikirləşsin. O heç nə olsun, onu verəsi yox. Yəni heç 5 göz olmasın, Ford olsun, Optum olsun. Yəni hara fırlasa, bazarda öz qiymətinə satılacaq. Öz qiymətinə satılacaq. Yəni o şişirdilmiş qiymətə yox. Deyir adamlar var ki, məsələn indi bazara maşın gətirib deyir ki, maşın qalxıb. Deyir, məsələn 20 minə dediyi maşını indi deyir 23 minə. O qədər desin ki, onu şimdi deyir falan. Yəni əsas o baxacaqlar, o da məcbur olacaq, baxacaq ki 23 minə getmir. Oradakı qiyməti dəyəri nədirsə uzaq baş bir bazar, iki bazar pul ehtiyacı satacaq aşağı qiymətə. Belə deyək də aşağı qiymətə deyəndə, yəni normal öz qiymətinə satacaq. Yəni ki, dəyəri nədirsə ona. Dəyərindən əlavə şişirdilmiş qiymətə satacaq. Yox. Peki bazarın gedişatı necədir? Ümumiyyətlə alqı-satqı nöqteyi nəzərindən danışaq. Bazarda bir düzəliş və s. Belə deyək də dekabr ayı yaxşı idi. Dekabr ayı ümumi ay olaraq yaxşı aydı. Yaxşı aydı, hə. Yəni deyək keçən ilə baxmış, dekabr ayı yaxşı idi. Bundan sonraki günlər hara doğru gedir? Proqnozun nədir bax bazarla bağlı? Belə deyək də bu ay zəif aydı. Maşın bazarında bu ay zəif aydı. Bu ay zəif aydı. Yanvar ayını başa düşmək. Yanvar ayı bayramdan sonra olan aylar zəif olur. Yanvar ayını başa düşmək olur ki, yanvar zəif aydı. Ümumiyyətlə bazarın özü, gedişatı, yəni bundan sonraki dövr ərzində nə proqnoz edirsən, nə ola bilər? Bazar yaxşıya doğru dəyişə bilər, yoxsa yox? Yox, yaxşıya doğru olacaq inşallah. Çünki nətərdir? Yəni bir tərpəniş var bazarda. Tərpəniş hə, yəni belə deyək də maşınlar artır, şükür, yəni bu Kitay maşınları gəlir. Maşın nə qədər artdırsan ölkədə, belə deyək. Maşın çox aldıqsan alver yaxşı olur. Yəni qiymət artımını mən şəxsən gözləmirəm. Süni qiymət artımı olacaq, amma hər bir halda bazarda avtomobil öz dəyərinə satılacaq deyirsən. Çox sağ olun Nur, sənə uğur olsun, bazar olsun. Bir daha xoş gördüm Avtosaz tamaşaçıları hər birinizi. Mən bazarda idim və əvvəl dediyim kimi bu bazar bir balaca işlərim olduğuna görə tələsi oldu. Yəni çatdırmaq istədim. Bəzi avtomobillərin qiymətləri ilə maraqlanmaq istədim. Elnurla biraz həm söhbət oldum və bazarın ümumi vəziyyətinə sizi qısaca tanış eləmək istədim. Daha əvvəlki çəkilişlər kimi uzun olmadı bu dəfəki çəkiliş və bir çox avtomobilləri həm də soruşa bilmədim. Amma aşağı-yuxarı baxanda bazarda qiymət demək olar ki, bütün avtomobillər üzrə aşağı-yuxarı eynidir. Hyundai Sonataların qiymətləri ilə maraqlanırdı bir çox izləyicilərim
Demək olar ki, eynidir. Avtomobil Hyundai Sonata həm Koreya, həm Amerika bazarı üçün həm servis olan Hyundai Sonatalardan gedir söhbət 2012, 13, 14, 15-ə qədər. Hardasa eyni qiymətlərdir. 22 minə, 21 minə, 19 minə, 18 minə. Baxır avtomobilin vəziyyətinə görə bu qiymətlər dəyişir. Elantraların qiymətləri demək olar ki, eynidir, dəyişməz olaraq qalır. Və qısası desək, bu bazarda əvvəlki bazarlarla, yəni yola saldığımız 2025-ci ildə ilin son bazarları ilə müqayisədə qiymətlər eynidir demək olar ki. Yəni yanvarın 1-dən ay qiymətlər belə olacaq və s. Ümumi vəziyyətə baxanda görmək olur ki, qiymətlər daha əvvəlki bir neçə bazar ilə müqayisədə hələ ki eynidir. Yəni bir ciddi bahalaşma yoxdur, bir ciddi qiymət artımını biz görmürük. Amma əslində nə baş verəcək bundan sonra, bax onu da indidən demək çətindir, proqnoz vermək çətindir. Çünki proqnozlar bir balaca qiymətlərin, əslində proqnozlar qiymətlərin kifayət qədər qalxacağını deyirdi. Daha əvvəlki bazarlarda biz bununla bağlı danışmışdıq. Amma Elnur da dedi, elə mən də deyirəm, nə qədər qalxsa da avtomobilin bazar qiyməti var, bazar dəyəri var. Alan adam heç vaxt pulunu göz görə-görə gedib, yəni ki, 20 minlik maşına gedib 25 min verəsə halı yoxdur. Nə qədər də o maşının süni qiymət artımı edəsən, nə qədər də baha qiymət edəsən, avtomobilin bazarda dəyəri qiyməti nədirsə, o qiymətdə də satılacaq. Yəni, nə inirsən elə? Sən bunu bir bazar satmayacaqsan, iki bazar satmayacaqsan, sonra nə inəyəcəksən? Satmaq fikrin varsa, bazardakı qiyməti, real vəziyyəti nədirsə, o qiymətdə də satacaqsan da, bunun başqa alternativi yoxdur. Yəni, avtomobillərlə də bağlı qərarlar var ki, artıq o qərarlar 1 yanvar tarixindən qüvvəyə mindi. Bugün artıq 4 yanvardır. Və o qərarlardan biri o idi ki, Çin avtomobilləri, xüsusilə də daha doğrusu heç Çin olmasın, Avropa olsun və digər ölkələrdən gələn plug-in hibridlər olsun, bu avtomobillər, yəni təbii ki, daxili yanma mühərriki hesab olunduğuna görə onların gömrük güzəştlərindəki daha doğrusu gömrük rəsmiləşdirilməsində o indiyə qədər tətbiq olunan güzəştlər ləğv olunur. Deməli, bu avtomobillərin gömrük xərcləri bir 15% artacaq. Bu isə o avtomobillərin daxildəki qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq. Belə ümid var idi ki, o avtomobillər bahalaşandan sonra ikinci avtomobillər alqı-satqı artacaq, qiymətləri bahalaşacaq və s. Düz alqı-satqıda əməlli başlı tərpəniş var, qiymətlərdə də tərpəniş var. İndi bu nə qədər belə davam edəcək, onu da indidən demək çətindir. Daha bir qərar o idi ki, yanvarın 1-dən qüvvəyə mindi. Vergi məcəlləsinin edilən dəyişikliyə əsasən ölkə idxal olunan 7 ildən çox yaşı, 7 ildən çox olan avtomobillər, yəni istehsal ili 7 ildən çox olan avtomobillərin o gömrük rəsmiləşdirilməsindəki xərcləri bir balaca artacaq. Yəni yanvarın 1-dən ölkəyə daxil olan avtomobillərdən gedir söhbət. İndi bu avtomobillərin qiyməti nə qədər qalxacaq, necə olacaq, bu daxili bazara necə sirayət edəcək, bax bunu da irəliyən bazarlarda görəcək. Bugünkü faktik olaraq vəziyyət ondan ibarətdir ki, bazarda alqı-satqı var. Qiymətlər də bir 6-7 ay bundan öncə ilə müqayisədə bahalaşıb, yəni kifayət qədər bahalaşma var. Amma bugünkü 2026-cı ilin ilk bazarı isə əməlli başda səhər-səhər mən girəndə bazara gördüm ki, bazar tamamilə sönüb. Bazarda avtomobil demək olar yoxdur. Baxın, çəkilin, baxın. Fikirsinizsə, bazarda avtomobil çox azdır. Bu da anlaşılandır. Hər il 2026-cı ilin ilk bazarı belə olur. Həm də yanvar ayı avtomobil bazarı üçün ölü ay hesab olunur. Yanvar-fevral ayları. Martdan sonra isə bazarda alqı-satqı istiqamətində canlanma müşahidə olunur. Belə bazardayam. Bazardakı vəziyyəti sizə tanış elədim. Bir də yeni bir tanış elədim. Bizi izləmədə qalan, Avtosazı izləyin, fikirlərinizi yazın, şərhlərinizi yazın. Abunə olmayanlar da varsa abunə olsun və çox xahiş edirəm, videolarıma yaxşı baxışlar gəlir. Bəzən 40 min, 45 min, 100, 125 min falan, 150 min baxış gələn videolarım da var. Amma həmin videolara baxan insanların hər birindən xahiş edirəm ki, baxanda da bir dənə abunə olun düyməsini sıxın, bildirimləri açın və bu heç bir formada sizdən bir vəsait tələb eləmir. Bu baxan 140 min adamın 140 mini də kanalıma abunə olsa bu çox yaxşı olar və həm kontent baxımından, yəni tamaşaçı baxımından, kanalımın inkişafı baxımından və mənə dəstəyinizi göstərmiş olarsınız və mən də təbii ki, qarşınıza daha keyfiyyətli, yəni çəkilişlərlə çıxaram, avadanlıqlar alaram və ümumi vəziyyətlə bağlı sizə daha yaxşı videolar çatdırmağa çalışaram. Özünüzə yaxşı baxın, məni izləmədə qalın, maraqlı videolar gələcək. Növbəti günlərdə ustalarla həmsöhbət olmuşam.
avtomobillərlə bağlı hansı problemlər var, hansı ustalar hansı işlərə səhv görür və sizə maraqlı videolar təqdim edəcəm. Bizi izləmədə qalın.